Salam dəyərli abituriyentlər, bizim ilk videomuz isim qaydasının izahı idi. Qaydanı biz izlədikdən sonra bunu tətbiq etmək, yəni testlərlə izaha başlayırıq. Testlərimizin sayı az olacaq. Nəyə görə? Çünki həm yorulmamaq xarakteri üçün, həm də hər bir qaydanın içərisində olan imtahana düşəcək formatları izah etməkdir. İlk öncə başlayırıq birinci sualla. Testin etməyin özünün də öz yolları var. Yəni biri var, mən birbaşa testə başlayayım, yəni hardan gəldi, xaotik formada, A, Y, C, B bu formada. Bu təbii ki də yanlışdır. Birinci növbədə şərt oxumaq lazımdır. Mən bilməliyəm ki, hansı yolu izləməliyəm, mən nə axtarıram. Yəni testlərdə belə bir şey var. Bizə bir şey verir və bizdən bir şey istəyir. Burada bizə verilən şey nədir? Bax, şərtdə bunu verib ki, söhbət nədən gedir? Countable noun'dan, yəni sayılan isimdən. Bu bizə verilib. Bəs bizim gedəcəyimiz yol nədir? Gedəcəyimiz yol odur ki, variantlarda harada sayılmayan isim varsa, mən onu görüb çıxacam. Bax, bilirsiniz, tərs köşə oldu burada, fikir verirsiniz. Normalda mən bütün 3 sözün üçünün də sayılan olmasını izləməliyəm, düzdürmü? Amma buradakı məsələ ondadır ki, zaten bir cərgədə bir dənə sayılmayan varsa, artıq məsələ bitmişdir. Və bu mənə vaxt qazandırır. Variantın doğruluğunu %100 əmin edir ki, cavab budur. Deməli, A variantında fikir verin nəyə? Deməli, bu boyda cərgəyə baxan kimi bizim fikrimiz ilk nəzər belədir. Vay, məsələ bitmişdir. Gəldik, A variantı getdi. B variantına baxdıq, flower. Görün necə mənə vaxt qazandırır bu. Flower bitmişdir. C variantı ola bilər. Və bizim ən böyük bir bəlamız bilirsiniz nədir? Məsələn, variantı tapırıqmı? B, C, A. Heç inansız B-ni tapan kimi C-də yeni oxumuram. Bu çox yanlış bir strategiyadır. Nəyə görə? Dimdə artıq testlər tərcüməyə dayanıqlıdır. Qayda düz olsa belə tərcümə mütləq eləmək lazımdır ki, %100 o variantı götürə bilim. C variantı qalsın. Ona düz demirəm. Hələ ki qalsın. D variantına gəldim. Danger, təhlükə, məsələ bitmişdir. Y variantına gəldim. Fame. Deməli, 4 variant gəldi. Qaldı bizim bizə nə? C variantımız. Bu qədər sadə. Sonra gəldim yenə ikinci suala. Fokuslanıram nəyə? Mənə nə verib və məndən nə istəyir? Verdiyi budur. Verdiyi budur. Uncountable. Sayılmayan isimlər. Deməli, mən burada nə edəcəm? Sayıla bilən görsəm, atacam. Məsələn, A variantına gəldim. Colleges. Deməli, getdi. B variantına gəldim. Coin. Getdi. C variantına gəldim. Ola bilər. Ona görə saxlayıram. D variantına gəldim, idea getdi. Y variantına gəldim, orange getdi. Biz bilirik ki, fruit özü sayılmır, amma fruitun içinə daxil olan bütün növləri sayılır. Avtomatik olaraq yenə də cavabı nədir? 1, 2, 3, 4 toxunuşla məsələ bitmişdir. Sonra gəldik digər, üçüncü bir testimizə. İndi isə gəldik üçüncü testimizə. Bizə verilən nədir? Plural, yəni cəm isim. Biz təbii ki də nə edəcəyik? Həmin bu variantlarda tək isim varsa çıxacaq. Deməli, A varianta baxan kimi fikrimi cəlb elədi. Progress. Sayılmayan isimdir, təkdədir. Deməli, A variantı getdi. B variantına baxdıqda görün burada ola bilər. Ola bilər, ona yox. Burada bir biclik gördüm, fikir verin. Bax, shelves, sofas, walls və mother-in-law. Buradakı problem bilirsiniz nədir? Problem ondadır ki, S-i artırıb. Tamam. Yaxşı, saxladım. Ən sonda gələcək. Mən bunu düz demək istəyirəm. Fikir verin. B-ni gördüm. S var, S var, S var, S var. Cavab B-dir. Götürdüm, cavab kartına yazdım. Təbii ki də səhvdir. Niyə? Bunu ən sona saxlayıram, səhvi sübut edəcəm. Və həmişə mən abituriyentlərə aşıladığım bir şey var. Cavabı tapsam belə, sonuncu varianta qədər oxumağa məcbursan. Bax, niyəsini indi görəcəyiz. Mən B-ni doğru hesab eləyirəm, güya. Gəldim C variantına, gymnastics, bu məsələyə görə, sonu icısı ilə bitənlər sayılmayan isimlərdir. Ona görə mən bunu çıxdım. D variantına baxdım, gördüm ki, bu da düz ola bilər. Nə oldu da, bu da qaldı, aha. Y variantına baxdım, bu da düzdür. Artıq 3 variant arasında qalmışam. Yəni 3-dən doğru təbii ki də ola bilməz. İndi başlayıram B variantına, daha diqqətlə baxıram. Shelves, okey, ola bilər. Mother-in-law, burada dayanıram, niyə? Biz yadınıza gəlirsə, qaydaya baxmısınızsa, əgər biləcəksiniz. Mürəkkəb isimlər 3 cür düzəlir. Bitişik ayrı, bir də defislə. Bitişik və ayrı yazılanların cəmlənməsi sona artırılır S şəkilçisi. Amma defislə olanda isə
sözünüdən əvvəlki ismə artırıram. Yəni mothers-in-law olmalı. Yəni s buna artırılmalıdır. Yəlik sonluğa artırılır. Cəmləmə isə əsas ismə. Burada əsas isim nədir? Anadır. Anaya artırılmalıdır. Deməli, bu cərgəni pozdu. B variantı getdi. Sonra C-ni zaten atmışıq. Qaldım D ilə Y-nin arasında. Classes. Düzdür. Cliffs. Double F-lərdə bir dənə belə bir məsələ var. Bu S-lə də düzələ bilər. F-V əvəzlənməsi də baş verib. İS də ola bilər. Okay. Bu düz. Burada bir anlıq dayandım. Niyə? Çünki men, woman-lə düzələn mürəkkəb isimlərdə iki hal var. Əgər bu men-lə woman cümlənin sonunda olsa, məsələn, snowman, bax görürsünüz, men orada arxadadır. Deməli, təkcə kökündən dəyişəcək, mən olacaq. Amma öndədirsə, bax, birinci hissədədirsə, həm bu dəyişməlidir, həm də sona artırılmalıdır. Bax, sona S-i artırmısan, bunu bildim. Amma birinci hissəni dəyişməmsən. Ona görə D variantı da səhvdir. Emini bax, bu məsələyə görə. Y variantı, bəli, tamamilə doğrudur. Gəlirik 4-cü suala. Şərtimizə fikir verir. Which of the following are singular nouns? Deməli, bizdən burada nə istəyir? Təkləri. Biz nə edəcəyik? Cəmləri çıxacaq. Bir cəm, 9 dənə isim var, kökündən dəyişən mouse, mice. 2, tək. Bunu götürdüm. 3, news. Bax, burada çox böyük bir problem var. Bilirsiniz nədir problem? Bu bəzən mexaniki də ola bilir, bəzən belə deyək də, tələskənlikdən də ola bilir. News bir kökdən ibarətdir. Bir kökdən. Yəni S-i mən sonradan artırmamışam. News xəbər deməkdir. Və sahiblə isimdir. Deməli, bu da təkdir. Bunu da götürdüm. Polis həmişə cəm olan isimdir. Biz bunu harada öyrəndik? Cəmləmədə dedik ki, cütlük təşkil edən isimlər var, toplu kollektiv isimlər var ki, bu da toplu kollektiv isimə daxildir. Bu cəmlədir, yanlışdır. 5. Cins cütlük təşkil edən isimdir. Cinsin iki tərəfi var, eyni anda istifadə edirik. Qaldı 6. Cavab oldu 2, 3, 6. B variantı. Sonra gəldim 5-ci bir varianta. Bunu biraz qaldıraq ki, rahat gözümüz görsün. Yenə də birinci növbədə nəyə fikir verirəm? Şərtə fikir verirəm. Əgər şərtdə mənə hər hansı bir qayda yazmayıbsa, mütləq variantlara baxıram ki, görün bu nə dərsidir. Deyələm, biz bugün isim testini izah edirik. Hamımız bilirik ki, bu testlərin hamısı isimdir. Bəs yaxşı, biz sınaqda bu sual qabağımıza çıxsa nə edəcəyik? Təbii ki də variantlara baxıram. Görürəm ki, apostrof S, apostrof S, apostrof S, apostrof S. Deməli, bu nə dərsidir? Yəlik hal dərsidir. A variantı ilə başlayıram. Children's section of library. Bir sıxıntı görmədim. Saxlayıram. Demirəm, düzdür. Bəlkə burada məni yanıldası bir şey var. B variantına gəldim. B variantında baxıram ki, bu yəliyin hansı hissəsidir? Bir əşya və ya obyektin və yaxud da ki, bir insanın iki şəxsə aidlik məsələsi, yəni ortaq yəlik hal. Burada 2 dənə apostrof S varsa, bu nə mənaya gəlir? Deməli, bu otaq, C-nin ayrı otağı var, Mary'nin ayrı otağı var. Deməli, C-nin ayrı, Mary'nin ayrıdırsa, 2 adam varsa, neçə dənə otaq var? 2 dənə. Mən bunu loru yolla öz tələbələrimə necə baş sağlam? 2 dənə apostrof S varsa, deməli, 2 dənə apostrof S, 2 dənə otaq deməkdir. Yəni, burada S olmalıydı. O da yoxdur. Ona görə səhvdir. C variantında kəmiyyəti gördünmü? Sayımız var. Deməli, S birləşməliydi. Birləşməyib, bax. Yanlışdır. D variantı. Burada dayanmaq istəyirəm. Burada dayanmaq istəyirəm. Niyə görə? Hər hansı bir abituriyent, əksəriyyətiniz deyir ki, mən cavab D-dir. Deyirəm, niyə? Deyir, Həsənov soyaddır. Soyadda da S birləşir. Düzdürmü? Axı, bunun soyadı olduğu mən hardan bildim? Ov, Yer, Zadə, Li, bunlar bizə məxsus olan bir şeylərdir. Biz bilirik ki, Həsənov soyaddır. Hardan bilirik? Ovdan. Amma İngilis onu elə bilmir. İngilis üçün soyad olması üçün mütləq şəkildə qarşısında Z artiklı olmalıdır. Z yoxdursa, S də yoxdur. Z varsa, S vardır. Yəni, bu İngilis üçün bir addır. Həsənov adında bir adam adıdır, soyadı deyil, addır. Ona görə S buna yapışa bilməz. Bunun qarşısında Z yazsaydın, D Həsənov onda düz olardı. Deməli, S buna birləşə bilməz. Y variantına gəldim. Neçə dənə apostrof S var? 2 dənə. Deməli, neçə dənə ana var? 2 dənə. Bəs sən neçə dənə yazmısan? 1 dənə.
Deməli yanlışdır. Cavab A variantı. Artıq A variantını təsdiqlədim, doğruluğunu yoxladım, rahatlıqla cavab kartını köçürdə bilərəm. Gəldim yenə bir dənə sualımıza. A minute silence. Baxıram ki, yenə də hamısında apostrof S-dir, məndən yəli hal istəyir. Bir də bir sıxıntı görmədim. 2-yə baxım, sıxıntı gördüm. Baxın, burada. Mais kökdən dəyişərək düzələn isimdir. 9 dənə ismimiz vardı bizim. Heç vaxt ona S birləşə bilməz. Onun yəliyi də yalnız və yalnız apostrof S ilə düzəlir. Heç vaxt S birləşə bilməz. Deməli, 2 yanlışdır. 3-ə baxdım. Allahım, bu nə belə sistemdir? Father-in-law. Yoldaşlar, bunun cəmlənməsi və yəliyinin cəmlənməsi biraz diqqət cəlb edici bir şeydir. Niyə? Biz dedik ki, father-in-law, qaynata, düzdürmü? Bunu mən necə cəmləndirərəm? Ataya S birləşdirməklə, fathers-in-law, düzdürmü? Bəs yəli hal necə olacaq? Biz demişik ki, apostrof S-lə həm təki, həm cəmi düzələ bilir, düzdürmü? Apostrof S, yəni yəlik hal həmişə sözün sonuna artırılır, heç vaxt önünə artırıla bilməz. Bəs bunun təkinin yəliyi, cəminin yəliyi necə olacaq? İstəyirsiniz, ayrıca yazaq. Bu təkin yəliyidir, düzdürmü? Deməli, bax, apostrof S-im var, hər şeyim yerindədir. Mən bunun cəmini düzəltmək istəsəm, nə edəcəm? Baxın, 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 baxın. Super. Fathers-in-law. Bir dənə fikir verin, o yenə də apostrof S-ində qaldı. S keçmir, yapışmır, belə bir şey yoxdur. Yəni, father-in-laws, bax, belə bir şey yoxdur. Fikir verin, testlərdə ən çox qarışdırılan bir şeylərdən də biri budur. Bax, 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 bax. Ən böyük kobud səhvlərdən biri. Belə bir şey yox. Bu yanlışdır. Doğru olan budur. Father-in-law, apostrof S, fathers-in-law, apostrof S. Deməli, tamamilə düzgün variant budur. Biz nə edirik? Bunu bu məsələyə görə atırıq. Yerdə qaldı bu. Kəmiyyətim var. Cəmmə artırmışam. Əla, hər şey yerindədir. Cavab 1-4. Aha, məsələ bitmişdir. Deməli, biz yenə də vurğuluyorum ki, testlərin sayını az görə bilərik. Buradakı əsas məqsəd nədir? Əsas məqsəd hər tipə dair bir dənə test formatını izah etmək. 7-ci suala gəldim. Deyir ki, məndən nə istəyir? Bax, 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 bax. Verdiyi budur. Yəlik hal. Ha, bir də belə bir məsələ var. Possessive case yazıb, düzdürmü? Bir də yazır ki, genitive case. Tələbə və ya abituriyent sual verir. Genitive case nədir, müəllim? Zaten eyni şeydir. Possessive case bərabərdir genitive case-ə. Yəni, ikisi də yəlik alır. Yəni, istəsə elə yazar, istəsə belə yazar, fərq etmir. A variantını oxuyuram. That sandwich very tasty. Aha, burada bir dənə məsələ üzə çıxdı. Apostrof S həm izdir, həm həzdir, həm yəlik haldır. Düzdürmü? Bəs yaxşı, mən nə bilim ki, o yəlik haldır. Apostrof S-dən sonra %99% isim gələrsə, o yəlik haldır. Baxaq. Very tasty, zərf sifət, isim anı yoxdur. Deməli, məsələ bitmişdir. Mən bunu tərcümə eləyəndə də bu həqiqiliyi ödəyir. Bu sandviç çox dad, nə? Deməli, bu burada dır, dadlıdır. Bu iz deməkdir. That sandwich is very tasty. Okay? Deməli, burada isim olmadığına görə mən A variantını atdım. Baba, ən sonuna baxdım. Did you read yesterday's? Bəli, bəli, var, var. Ha, deməli, B doğru cavabımızdır. Burada sizə bir şey nəzərinizə çatdırmaq istəyirəm. Yoldaşlar, yesterday, today, tonight, tomorrow. Bu sözlər müstəsna halda apostrof S-lə yəlik ola bilir. Problemli məqam S bunlara artırıla bilməz. Yesterday's apostrof, today's apostrof. Yəni, belə şeylər mümkün deyil. Yalnız bir versiyası var, o da apostrof S. C-yə baxıram, looking. İsim gördünmü? Xeyr, deməli, atdım. My brother's got. Apostrof S-dən sonra got gələrsə, o has got deməkdir. Bu bir əzbərdir. Ona görə atdım. Y variantında bir dənə apostrof S, bir dənə göz deməkdir. Burada bir dayanıram, düşünürəm. Raalla lalənin ortaq gözü ola bilərmi? Fizioloji olaraq mümkün deyil. Deməli, burada bir istisna var idi. Nə idi o? Əgər buradakı şəxs
şəxs deməyəlim, əşya deyəlim. Hər ikisinə aid olursa ən sonuna qoyuram. Yox, hərəsinə ayrı-ayrıdsa ayrı-ayrı apostrof s qoyuram. Amma burada bu qayda keçərli deyil. Çünki bədən üzvü ortaq ola bilməz. Ona görə məcburiyyətdən hər ikisinə apostrof s artırılır. Məcburiyyətdən. Ona görə bu da yanlışdır. Cavabımız qaldı B variantı. Lövhəmizi təmizləyək. Lövhədə sualların sayının az olmasının səbəbi ondan ibarət ki, şrifti daha aydın görəsiz deyə bunu belə böyütmüşəm ki, həm gözünüz yorulmasın, xırda olmasın deyə, həm də rahat izləyə biləsiniz deyə. İndi isə yoldaşlar 8 suala fikir verək. Bizdən nə istəyir burada? Yenə yiyəli hal istəyir. Başlayıram birinci cümlədən. Deməli, burada mən 2 dənə apostrof s görürəm və hər ikisini öz beynimdə izah edirəm. İt apostrof s nədir? İtiz deməkdir. Let apostrof s nədir? Letas deməkdir. Deyərsiniz ki, müəllim, siz bunu hardan bilirsiniz? Qaydanı izah edəndə ən sonunda belə bir cədvəl verdik və orada biz nəyi vurğuladıq? Dedik ki, bunlar yiyəlik hal deyil. İt apostrof s, let apostrof s, apostrof s-dən sonra qot gələrsə, apostrof s-dən sonra zərf gələrsə, hamısı yazılmışdır. Və mən o cədvələ əsasən sürətli formada deyirəm ki, it apostrof s, itiz deməkdir, let apostrof s, let as deməkdir. Deməli, bir yanlışdır. 2-yə baxdım. Apostrof s-dən sonra nə gözləyirəm? İsim. Mən demişdim ki, başqa apostrof s-in yiyəli olması üçün nə lazımdır? İsim. Başqa bir hissəsi görsəm, atıram. Bu yiyəli hal deyil. Amma sifət olanda dayanıram. Əgər bu sifətdən sonra isim gəlibsə, onda mən onu yiyəli hal hesab eləyəcəm. Baxın görün, bəli, var. Bunların hamısı ağac sözünü təyin edir. Və apostrof s də nəyə aiddir? Ağaca. Dünyanın ağacı, necə ağacı? Bunların hamısı bir-bir ağacı neyir? Təyin edir. 2 düz. 3-ə baxıram. Apostrof s-dən sonra nə gəlir? Article. Yanlışdır. 4-ə baxıram. Apostrof s-dən sonra isim gəlibmi? Bəli. Hər şey yerindədir. 4 düzgündür. 5-ə baxıram. Apostrof s-dən sonra isim gəlibmi? Bəli. Hər şey düzgündür. 6-ya baxıram. İsim gəlib, amma problem var. Nədir o problem? S və E artiklı. Niyə? N bərabərdir. Nəyə? Rəqəm olaraq. 1-ə. Afərin. Deməli, 1-ə bərabərdirsə, yaxşı, mən cəmin qabağında 1 deyə bilərəm. Cəmlik 2-dən başlayır. 2 və sonsuzluq. Amma burada 1 var. Deməli, ola bilməz. 6 da yanlışdır. Cavab 2, 4, 5. C variantı. İndi isə gəldik 9-cu suala. Bunu belə təhlil etdikdə biz çox yaxşı, aydın olur deyə. Hər dəfə yazıram, sonra da silirəm. Gəldik 9-cu suala. Yenə də bizdən yiyəli hal istəyir. Apostrof s-dən sonra nə gəlir? Found of. Nədir found of? Feil dərsinə çatanda inşallah orada öyrənəcəksiniz. To be-li feillər var, make-li ifadələr var, do-lu ifadələr var, have-li ifadələr var. Mən bildiyimə görə, yəni avtomatik deyirəm ki, bu to be-li ifadədir. To be found of. Düzdürmü? Amma mən hal-hazırda isim dərsindəyim. Mən nə bilim feil nədir, to be nədir? Ona görə də nə edirəm? Analiz edirəm. Found nədir? Bir feildir. Mənə nə lazımdır? İsim. Ona görə yanlışdır. 2-yə baxıram. Answer. Burada bir dənə problem var. Bu həm feildir, həm isimdir. Bunu tərcümədən də tapa bilərəm. Məsələn, bu is ola bilər. Is answer olsa mənalıdır. Belə bir düstur yoxdur. Has answer olsa mənalıdır. Yenə belə də bir düstur yoxdur. İndi burada nəymiş? Fikir verin, özdə 2 dənə xəbər var. Daha doğrusu 2 dənə feil var. Deyəlim, biri bu, biri də bu. Bir cümlədə 2 xəbər ola bilərmi? Əsla. Burada was olduğuna görə avtomatik olaraq deyirəm ki, the boy's answer, oğlanın cavabı. Deməli, bu burada isim imiş. Aydındır? Ona görə, əgər burada was, digər ikinci bir feil varsa, cümlədə müstəqil feil, xəbər varsa, answer orada ikinci bir xəbər ola bilməz. Bir cümlədə yalnız bir dənə xəbər ola bilər. Əgər o and-dən həmcins deyilsə, o başqa bir məsələ. Amma bir cümlədə %95% bir dənə xəbər var. Deməli, bu doğrudur. Oğlanın cavabı. Tərcümədən də taparam, belə də tapa bilərəm. There is avtomatik görən kimi çıxıram. Niyə? Çünki yenə də deyirəm, biz qaydanın axırında videoda vermişdik. There apostrophe s, there is deməkdir.
Yenə də məsələn avtomatik cavab çıxır 2-4. Amma yenə də yoxluyuram. Aha. Yoxladım. Doğrudur. Cavab 2-4. İnsanların hissləri hardadır? B variantında. Bu qədər sadə. Gəldik 10-cu suala. 10-cu suala fikir verin. Düzgün variant istəyir. Mən bilmədim ki, bu məndən nə istəyir. Bu bütün qayda ola bilər. Tez variantlara baxdım. Gördüm ki, burada nə var? Burada are var, has var, were var, have var, is var, will var. Bu zaman da ola bilər. Zaman olması üçün nə lazımdır? Zaman zərfi yoxdur. Deməli, bu zaman dərsi deyil. Bu nə dərsidir? Deməli, mən burada tutdum ki, cəm, tək, tək, fil tək də olar, cəm də olar. Deməli, bu müddətdə xəbər uzlaşmadır, ismə dair olan. İki isim arasında apostrof s varsa, hansı isim əsasdır? İkinci isim əsasdır. Performance təkdədir. Təkdədirsə, are cəmsəf, have cəmsəf, were cəmsəf. Cavab 2, 5 və 6. Burada belə bir məsələ var. Tək olanda da will-i götürəcəm, cəm olanda da will-i götürəcəm. Çünki will-də tək cəm anlayışı yoxdur. 2, 5, 6. Cavab oldu C. Yəni, bunu həmişə biz götürəcəyik. Burada tək cəm anlayışı yoxdur. Lövhəmizi silirik və davam edirik. Deməli, yoldaşlar, bizim cəmi 2 dənə testimiz qalıb. Şərtə baxın. Fikir verirsə, mən həmişə nə oxuyuram? Şərt oxuyuram. Və bütün tələbələrə də, abituriyentlərə də nəyi tövsiyə edirəm? İmtahana getdinizmi? Oturdunuz, kitabçanı açan kimi heç bir iş görmürsünüz. Yalnız şərt oxuyursunuz. Bax, oxuyuram. Correct variant, correct, yəli hal istədi. Normaldır mı? Heç bir şey eləmirəm. Amma şərt incorrect, wrong və yaxud da qeyri-adi bir şey olarsa, sinonim, antonim, close, opposite, belə şeylər olduqda, deyirəm, birinci növbədə bunu belə dairələyin. Siz nəyə görə? İmtahan ərzində gəlin ki, fokuslanıram, görürəm ki, məsələn, 11-ci sualda məndən incorrect istəyir. Biz %90% cavablarda düzgün cavab axtarırıq. Düzdür, amma beləsinə testlər, yəni səhv tab, nə bilim, sinonim, antonim, bunlar çox az qarşımıza çıxır. Və şuur altında beynimizdə bir şey var. Düzgün tab. Və mən burada düzgün axtarıram. Deyəlim, imtahanda buna fokuslandım ki, incorrect. Amma birdən ani bir şey olur. Nə bilim, ruçka düşür, kimsə səs çıxardır, fikir yayılır, yəni odaq nöqtəmiz dağılır və təzədən suala qaydanda mən incorrect olduğunu unuduram. Və bu çox böyük bir bəladır. Qaydanı biləsən, amma səhv yazasan. Və o fokus itməsin deyə mütləq şəkildə belə qaralayıram. İstəyir orada nə baş verirsə versin, mən yenə testə qayıtdıqda, sizcə mən burada bunu görməməyim mümkündürmü? Təbii ki də xeyr. Ona görə birinci kitabçanı qoydum qabağıma, sualların şərtlərini oxudum, istəyir mətn, dinləmə, qrammatika, fərq yoxdur. Hamısında əgər belə bir şey varsa dairələyirəm, 2 dənə, 3 dənə olacaq da, zaten çox olmayacaq. Ondan sonra başlayıram testlərə baxmağa. Arxayın, yəni heç bir şey risk atmış olmuram. Davam edirik. Məndən səhv istəyir. Baxıram ki, burada bir aydınlıq yoxdur. Nə edirəm? Cümlə üzvü uzlaşdırıram. Mənim mübtədam nədir? Two bottles of milk. Düzdürmü? İki isim arasında of var. İki isim arasında of varsa hansı əsasdır? Birinci isim. Birinci isim cəmdədir, xəbər də cəmdədir. Bu doğrudur. 2-yə baxıram. A cup of milk. Deməli, burada cup əsasdır. Özdə nədir? Təkdədir. Xəbərim nədir? Cəmdədir. Deməli, bu ola bilməz. Uzlaşmadı. 1, bu da cəm. Deməli, bu yanlışdır. Sonra gəldim 3-cüyə. Zeri-zeranın qaydası nədir? Xəbərə yaxın olan isimlə uzlaşır. Mən belə də tapa bilərəm, belə də tapa bilərəm. İki isim arasında of varsa, birinci əsasdır. Bu cəmdə, bu da cəmdə. Deməli, bu doğrudur. 4-ə baxıram. Cups cəmdə, amma was təkdə. Bu yanlışdır. Niyə görə xətt çəkmədim? Çünki şərtdə məndən nə istəyir? Incorrect. Deməli, 2, 4. Məsələ bitmişdir. Cavab Y variantı. Biz nə edəcəyik imtahanda? Allah uzaq eləsin. Götürüb 1-3 yazacağıq. Bəs bunu etməmək üçün yol nədir? Budur. Dairə eləmək. Sonra gəldim 12-ci suala. Bu son sualımızdır. Burada qrammatik səhv axtarıram. Heç nə görmədim. Deməli, burada bizim nəyimizi yoxlayır?
söz bazamızı yoxlayır, tərcümə qabiliyyətimizi yoxlayır. Sən çörəyi hardan alarsan? Çörəkçidən. Gedib sən onu aptekdən almazsan, gül dükanından, ət dükanından, təbii ki də bunlardan almazsan, çörəkçidən alarsan. Uğurlar hər birinizə. Videoların davamlı olması üçün biz bəyənib, kayıt olmağı, abunə olmağı və paylaşmağı unutmuruq ki, digər yoldaşlarımız da yararlana bilsin. Sağ olun.